5, 7, 9, 11. 11'in üstüne 3, 14. Burada da 10 tane 24. Ay maşallah. Tezden. Tezden yoxu başlayırıq. 24 yeni kitap. Düz eşitdiniz. Bu ay, daha doğrusu artıq çox güman ki, mən bu videonu oktyabrın əvvəli yayımlayacağım. Sentyabr ayında mənim 24 yeni kitabım oldu. Bu kitabları necə əldə etdim, hardan əldə etdim və hansı kitablardır, onlar haqqında sizə danışacağım. Bəzi kitablar mənə dostlarımdan hədiyyə gəlib, yəni gördüyünüz bu kitablar 14 ədəd kitab mənim dostlarımdan hədiyyədir. 10 ədəd isə özüm beynəlxalq kitab sərgisindən almışam. Onları da birlikdə açacaq və sizə təqdim edəcəm. Əvvəl başlayaq hədiyyə kitablardan. Bu ay, sentyabr ayında mənə hədiyyə gələn kitablardan biri Sigmund Freud'in Sevgi məktublarıdır. Bu arada mən izləyicilərin tənqidindən nəticə çıxartmışam və Azərbaycan dilində kitablar almağa da, oxumağa da üstünlük verirəm artıq. Daha çox, yəni son zamanlar demək olar ki, əksər kitabları Azərbaycan dilində oxuyuram. Və Sigmund Freud'in Sevgi məktubları da Azərbaycan dilindədir. Bu mənə hədiyyə olunan kitablardan biridir. Mən Sigmund Freud'i çox sevirəm. Onun məndə başqa kitabları var, amma Sevgi məktubları yox idi. Azərbaycan dilində isə ümumiyyətlə kitabı yox idi. Ona görə bu kitabı mənə hədiyyə edəndə mən çox sevindim. Növbəti kitab Cəlaləddin Rumidən Eşq Pərvanəsi. Məndə ümumiyyətlə Rumidən heç bir kitab olmayıb bu vaxta kimi. Mən yalnız onun qısa-qısa, yəni nəysə oxumuşam internet üzərindən filan, amma kitab şəklində heç vaxt onun yaradıcılığı ilə tanış olmamışam. Bu mənə həm də bir fürsət oldu. Həm kitabxanamı zənginləşdirir, həm də ki, onunla tanışdığım üçün bir imkandır. Ona görə bu kitabı hədiyyə alanda sevinmişdim. Ümumiyyətlə, kitab hədiyyə alanda sevinirəm. Növbəti kitab, bunu Instagramda mən paylaşmışdım. Benjamin Batının Qəribə əhvalatı. Bu əslində hekayədir, kiçik həcmlidir. Amma bilmirəm, filmini izləmişsinizsə görürsünüz ki, yəni necə tam metrajlı bir bədii film alınıb. Amma bu kitab haqqında əslində ayrıca danışsam yaxşı olar. Çünki filmlə qarşılaşdırmaq istəyirəm. Bu arada sevdiyim filmlərdən biridir. Ona görə də mənim özümə də maraqlı gələr ki, mən o filmi sizə bir də kitabla müqayisə edərək bir video formasında çatdırım, paylaşım fikirlərimi. Ona görə də bu hekayə haqqında çox danışmayacağım. Sadəcə təqdim edirəm bir hədiyyə kitab kimi. Ona görə də növbəti videolarımızın birində bu kitab haqqında danışacağım. Növbəti kitab Agatha Christie'dəndir, Ölümlə Görüş. Mən bir dövr Agatha Christie'nin əsərlərini çox oxuyurdum, ardıcıl oxuyurdum. Ölümlə Görüşü oxumamışam. Bu arada Hercule Poirot seriyasını daha çox sevirəm. Ölümlə Görüş deməz, Hercule Poirot var burada da, yəni onun haqqındadır, onun araşdırmaları haqqındadır. Agatha Christie'ni uzun zamanda artıq oxumuram. Deməzdim ki, sevmirəm, əsla, əksinə onun dedektivlərini oxumağı sevirəm. Sadəcə olaraq Agatha Christie mənim nəzərimdə dili bir qədər, bir xeyli sadə olduğu üçün, dincəlmək üçün mən onun kitablarına müraciət edirəm. Ağır kitablardan sonra yorulanda bir Agatha Christie oxuyuram. Və Azərbaycan dili mənim doğma dilim olduğu üçün daha sürətli oxuyuram bu dildə. Ona görə də indi ağır kitablardan yorulandan sonra mütləq bu Ölümlə Görüşü oxuyacağım. Dediyim kimi çox qısa zamanda oxuyub bitirəcəm. Heç həcmi də onsa çox deyil. Burada 203 səhifədir cəmsi. Sonra Machiavelli'dən Hökmdar kitabı mənə hədiyyə gəlib. Bu kitab haqqında çox eşitmişəm, amma oxumamışam, tanış deyiləm. Buna görə də mənim diqqətimi çəkdi. Əslində bu hədiyyədən çox özüm xahiş eləmişəm ki, bunu versinlər və oxuyacağım, mütləq fikrimi bildirəcəm. Növbəti iki kitab mənim çox sevdiyim Stephen King'dəndir. Yuxusuzluq və Ano. Əslində Ano Azərbaycan dilinə necə tərcümə olunub bilmirəm. Ümumiyyətlə tərcümə olunub mu bilmirəm. Üçüncü cinsdir bu, rus dilində bilirsiniz. İngilisində itdir, rus dilində Ano deyirlər, amma Azərbaycan dilinə yəqin o kimi tərcümə olunar. Deməli, bu kitabı mən çox uzun illər əvvəl telefonuma yükləmişdim, oxumağa başlamışdım. Biraz da oxumuşdum, yarıya çatmamışdım. Amma tam yekunlaşdıra bilmədim nəyə görə, ona istəyirəm izah edim. Deməli,
Bu kitabın əsasında 2 film çəkilib, bilirsiniz. Biri 90-cı illərin əvvəllərində çəkilib, səhv xatırlamıramsa, digəri isə 2000-ci illərdə. 2000-ci illərdə çəkilən, səhv eləmirəmsə, 2 hissədən ibarətdir. Bu arada bu yaxınlarda serialda başlayacaq. Oktyabrın 26-sı mütləq izləyəcəm. Mən bu kitabı oxumağa başlayanda hələ 2000-ci illərin əvvəllərindəki film çıxmamışdı və 90-cı illərin əvvəllərindəki filmə baxmışdım. O isə başlanğıcı filmin kitabdan fərqlənir. Ona görə də elə bir hissəli filmdir və ona görə onda biraz da yaşım biraz daha az idi və ona görə də oxuyanda kitabla film arasında çox fərq gördüm və o zaman mən elə bilirdim ki, kitablar necədirsə, filmdə eyni ilə o cür çəkilir. Daha dəqiq desəm, birinci filmi izlədiyimə görə elə bilirdim ki, filmdə necədirsə, dialoq, orada hərəkətlər, duyğular filan, kitabda da eyni ilə o cür təqdim olunur. Amma bunu oxuyanda gördüm ki, biraz fərqlidir. Ona görə də həvəsdən düşdüm və oxuya bilmədim. Daha doğrusu mənə çətin gəldi. Amma bu kitabın kitabxanamda olmağını çox istəyirdim. Yenidən oxumağı çox istəyirdim. Buna görə də bu hədiyyəyə görə ayrıca bir təşəkkür etmək istəyirəm Səbinəyə. Daha sonra mən hər zaman bədii ədəbiyyat oxumuram. Fərqli kitablar oxumağı sevirəm, amma mütləq ki, o kitablar mənə nəyisə öyrətməlidir. Amma non-fiction çox sevmirəm. Yəni mənə həyatla bağlı dərs keçəcək əsərləri, kitabları sevmirəm. Yəni necə varlı olmalı, necə düzgün düşünməli, fikrini necə doğru izah etməli filan kimi kitablar mənlik deyil. Kim oxuyursa əlbəttə ki, təqdir edirəm, amma mən özüm bu cür kitablardan yararlanmıram. Amma dünya görüşümü artıracaq kitabları çox sevirəm. Instagram izləyicilərim bilir, mən onlarla ara sıra paylaşıram oxuduğum kitablardan, yəni qeyri-bədii ədəbiyyat. Qənirə Paşayevanın Tarixi adını yazan Azərbaycan qadınları məndə hələlik 1-ci cilddir. Bu kitabı sevə-sevə mən hədiyyə götürdüm. Çünki burada elə qadınlarımız var ki, yəni həqiqətən də Azərbaycan tarixinə toxunan, Azərbaycan mədəniyyətinə toxunan, ədəbiyyatına toxunan qadınlar var və ona görə də çox istəyirəm ki, onlar haqqında oxuyun, məlumatlı olun, dünya görüşümü artırın və bu kitabı da kitabxanamda görməkdən çox məmnunum. Daha sonra bu 3 kitab, müəllifləri tanısam da heç birini oxumamışam. Bu ikisi Mayne Reiddir. Başsız atlı və burada onun səhv etmirəmsə 2 əsərdir, bəli, 2 əsəri var. Yəni hələ bu kitabları vərəqləməyə imkanım olmayıb, amma qoxlamağa imkanım olub. Köhnə kitabların qoxusunu çox sevirəm. Yəni onların yerini həqiqətən də indiki kitablar vermir, o qoxunun yerini. Və Başsız atlı, mən Başsız atlını Beynəlxalq Kitab sərgisində oktyabrın 1-də iştirak etmişdim. Alacaqdım, amma nəysə Azərbaycan dilində özdə, amma nəsə almadım. Səhv etmirəmsə qısa təqdimat idi, ona görə, yəni tam əsər deyildi, ona görə almadım. Və növbəti gün belə bir hədiyyənin gəlməyi məni həqiqətən də çox sevindirdi ki, təsadüfə bir bax. Mən bir gün əvvəl alacaqdım, amma növbəti gün mənə onu hədiyyə etdilər. Hədiyyə kitablardan ən dəyərlilərindən biri deyərdim Nizami Gəncəvinin İskəndərnamə. Məndə Füzulinin kitabları var, amma Nizami Gəncəvinin kitablarından yox idi. Və köhnə kitab olmağı mənim üçün xüsusilə xoşdur. Çünki elə yazıçılar, elə şairlər var ki, və elə kitablar var ki, mən elə bilirəm ki, onlar təbii ki, yenidən nəşr olunmalıdır, yenidən dərc olunmalıdır, amma onların, o kitabların yeni nəşr olmuş olsa belə, bir tarixiliyi, bir qədimiliyi nə cürsə təqdim olunmalıdır. Ona görə də elə yazıçılar var ki, mən onların köhnə kitablarını istəyirəm, əldə edim. Nizami Gəncəvinin də bu cür kitabını alanda çox sevindim. İskəndərnamə 83-cü il nəşridir. İskəndərnamə ilə təbii ki, hər birimiz tanışıq sujet xətti ilə, amma tam poemanı oxumamışam. Oxuyacağım mütləq. Daha sonra Aleksandr Duma. Mən Aleksandr Dumanı bəyənirəm, sevirəm, həvəslə oxuyuram. Burada Qara Lalə əsərini oxumamışdım. Ona görə də bu kitabı alanda çox sevindim və Amfibiya Adam Bilyayevdən. Amfibiya Adamın filminə baxmışam, əsərini oxumamışam
bu əsərdə oxuyacağım, sonra filmlə müqayisə eləyəcəm və onun haqqında da bilmirəm, ayrıca çəkərəm bir video yoxsa yox, amma mütləq ki paylaşım edəcəm. Beynəlxalq kitab sərgisindən aldığım kitablar. Nəhayət ki, mən onları sizə təqdim edə bilirəm. Biraz işə başım qarışdı, ona görə də uzandı təqdimat, amma nəhayət. Birinci, Altun Kitab Evi. Bu kitab evini tanımırdım, sərgidə tanış oldum və nə gözəl ki də tanış oldum. İnşallah ki, kitabların keyfiyyəti də məni məyus etməz. İlk təəssüratım çox xoş oldu. 2 kitab aldım oradan. Yağış Adam və İblisin Vəkili. Hər iki filmi izləmişəm, hər iki filmi bəyənirəm. Ona görə də istədim ki, kitablar da məndə olsun. Mən Instagramda bir paylaşım eləmişdim ki, üzərində filmdən səhnə olan kitabları almaram. Aldım. Tias Press. Tias Press'i sevirəm və oradan 5 kitab almışam. Özü də Azərbaycan dilində. Kabil. Kabildə bir kitabçı. Bu kitabı çox görürdüm Instagramda, çox tərifləyirdilər və aldım. Fikirlərimi paylaşacağım. Əgər siz oxumusunuzsa, indidən fikirlərinizi paylaşa bilərsiniz, amma spoiler vermədən xahiş edirəm. Mütləq bundan sonra bir yerli yazıcıdan nəysə alacağım. Söhbət müasirlərdən gedir. Bu dəfə mənə Tias Press'də Elçin Əzimlini məsləhət gördülər, Çağrı əsərini. Bunu sonraya saxlamayacağım. Çalışacağım ki, ən qısa zamanda bu kitabı oxuyum və fikrimi bildirim. Növbəti 3 kitabı isə Çingiz Aytmatovdandır. Əslində 4-cünü də istəyirdim. Təəssüf ki, onu tapa bilmədim. Çingiz Aytmatovun da kitabxanamda olmağını çox istəyirdim. Ağ Gəmini aldım. Dəniz kənarı ilə qaçan Alabaşı aldım. Və Qırmızı Yaylıqlı Qovağım Mənim. Bunu aldım. Cəmiləni də istəyirdim. Təəssüf ki, Cəmilə Tias Press'də olmadı. Ümumiyyətlə, başqa yerlərdə də o kitabı tapa bilmədim, amma axtarıram. Və Alinino, bəli, oktyabrın 1-i Alinino bir neçə saatlıq səhv etmirəmsə, stendi açmışdı. Mən də ondan yararlandım. 3 kitab aldım. Huxley. Səhv etmirəmsə, Möhtəşəm Yeni Dünya adlanır. Əgər 1984 əsərini oxumusunuzsa, Orwell'in bu kitabı da mütləq oxuyun deyə mənə tövsiyə olundu. Və yaxud da oxumamısınızsa, ondan əvvəl bunu oxuyun, dedilər. John Steinbeck, Sıçanlar və İnsanlar haqqında. Stephen King'in 11-22-63 əsərində bu kitabın adı çox keçmişdi, çox diqqətimi çəkirdi, çox istəyirdim, nəhayət ki aldım. Və bir klassika, Lev Tolstoyun Anna Karenina əsəri kitabxanamda mütləq olmalıydı və çox şükür ki oldu. 24 yeni kitabla başladım, 24 yeni kitabla bu videonu başa vururam və ümid edirəm ki, ilin sonuna qədər, açıq deyim ki, inanmıram ilin sonuna qədər 24-ünü də oxuyum. İnanmıram yox, özümü bilirəm ki, oxuya bilməyəcəm 24-ünü də. Amma aralarından heç olmasa bir neçəsi haqqında ilin sonuna qədər paylaşım etməyi çox istəyərəm. Hələlik isə mənim bu qədər. Növbəti videolarda görüşərik.